Cənab nazir, xahiş edirəm sizdən bu polislər bizə zulüm edir. Baş şikəstlərə bir görsə də günə qoymazsın. Belə olmalıdır, mən belə günə qalmalıyam. Biz bu dövləti bu günə qalmağa görə canımızı qoymuşuq, hə? Mən niyə yıxırsınız yerə cəmaatın ortası, asfaltın ortası? Hansı polis idi məni yıxan yerə? Təfəsizdir, ben hala da əlim ağlayır. Ya ora siz yıxdınız məni deyəm, mən sizdən vətəndaşam, mən erməni deyil ama mən aslında ayıb dozu üzdən İraq yox, şərəfsiz yox, namussuz yox, qeyrətsiz yox. Mən də bu ölkənin vətəndaşıyam da, bu bayrağın uğrunda vuruşmuşum da, hə? Niyə belə ediyorsun? Gel sen. Yox əmər, mən kilo lazımdır, Allah, bu yüzden hafta yıxırlar. Siz mən səni günə qoyursunuz. Belə olmaz axı. Gel sen de. Ayşe de gel sen. Şimdi beyler oturun diye bana böyle mahkumları. Ben de dedim, hamba. Gel sen. Ne hamba? Hayır, hamba. Beyler oturun 100 milyon basınlarda. Kasıplar da olur olayı bir adım kurban. Bu asfaltı yapmıştır. Hakkıma düşeni alabilmirəm ben. Ben başka bunlardan hiç şey istemiyorum. Demirəm beni himayəmizə götürün. Demirəm benim ne bileyim, ben atasız böyümsəm kimse beni himayəsinə götürsün. Ben deyirəm ki, devlet tarafından mənə düşən ev nədir? Onu ver, onu demirəm, gətirməni de otursun burada. Köynəkdə qara xalıslıq var. Deyir, budur mənim günüm, bak. Gələ, belə yaşayın olur. 25 yaşım var, benim. 97 təvəllüd var. Ne yaşadım ki, ne de görəm. Buna bak,